Bismillahirrahmanirrahim. Əxlaq bəhsində qəflətdən ayrılmaq və məsuliyyət daşımaq hissəsindən istərdim. Quran ayələrindən və hədislərdən bir neçəsini qeyd edək. Allaha tərəf gedən şəxs üçün ikinci addım qəflətdən ayrılıb məsuliyyət daşımaqdır. Əgər bir insan məsuliyyət daşısa, onda dünya və axirəti abad olacaq. Məsuliyyət daşıyanın dostluğu, bəndəçiliyi, davranışı çox gözəl olar. İnsan bu böyük dünyaya əbəs yerə gəlməmişdir. Quran-ı Kərim bu barədə buyurur ki, yoxsa sizi əbəs yerə yaratdığımızı və qiyamət günü huzurumuza qaytarılmayacağımızı güman edirsinizmi? Ali-İmran surəsinin 191-ci ayəsində buyurur ki, ey Rəbbimiz, sən bunları boş yerə yaratmamısan. İnsan əgər bilsə ki, zərrə qədər günahın məsuliyyətini daşıyacaq və zərrə qədər savabın əcrini, onun mükafatını alacaq, əlbəttə ki, öz əməllərinə diqqət edəcəkdir. Necə ki, Zəlzələ surəsinin 7-ci və 8-ci ayəsində buyurur ki, zərrə qədər xeyir iş görsəniz, həmin o xeyir sizə çatacaq. Və zərrə qədər şər iş görsəniz, o şərin də cəzası sizə çatacaq. Alimlər zərrəni nöqtənin 70'də bir hissəsi qeyd edirlər. Bəli, əzizlərim, insan dünyaya əbəs yerə gəlməyibdir. İnsan yaradılışında böyük bir dənə səbəb və hikmət gizlənibdir. Əgər insan qəflətdən ayrılsa, özündə məsuliyyət hiss eləsə, bu hikməti dərk edəcəkdir. Məryəm surəsində 39-cu ayəsində Allah buyurur ki, qəflətdə olanları və iman gətirməyənlərin işi bitmiş olacağı peşmançılıq günü ilə qorxud. Zariyat surəsinin 10 və 11-ci ayələrində Allah buyurur, məhv olsun yalançılar, cəhalət girdabına düşüb qəflətdə və qafil olanlar. Münafiqun surəsinin 9-cu ayəsində buyurur ki, ey iman gətirənlər, nə mal dövlətiniz, nə də oğul uşağınız sizi Allahın zikrindən yayındırmasın. Nə var dövlətiniz, nə də oğul uşağınız sizi Allahın zikrindən yayındırmasın. Hər kəs bunu etsə, yəni Allahı yada salmasa, belələri əsl ziyana uğrayanlardandır. Həzrət Əli əleyhissalam nəsihət edərək buyurur, ey insan, sənin dərdinin dərmanı və yuxunun oyanışı yoxdurmu? Niyə sən Allahın qəzəb qorxusu ilə oyanmırsan? Halbuki Allaha itaət etməmək nəticəsində Allahın qəzəbinə düçar olmağa layiq olacaqsan. Ona görə də süsliyi qətiyyətlə, qəflət yuxusunu oyanış və hərəkətlə müalicə etkinə. Digər ayədə, hədisdə buyurur ki, Həzrət Əleyhisselam, ayıqlıq nurdur və bəsirətdir. Dində agahlıq bir neymətdir. Hər kimə agahlıq, ayıqlıq əta olunsa, ona ruzu verilmişdir. Həzrət Əli başqa hədisində buyurur, bir kəs yoxdurmu ki, ölümdən qabaq yuxudan oyansın, qəflət yuxusundan. Qəflətdən uzaq olun. Həzrət Əleyhisselam buyurur, qəflətdən uzaq olun. Çünki qəflət qəlbin rəhimsizliyini yaranmasına səbəb olur. İmam Səccad Əleyhisselam dua edərkən qəflət yuxusundan Allaha pənah apararaq belə buyurur. İlahi tənbəllik, süslük, kədər, paxıllıq və qəflətdən sənə pənah gətirirəm. Sübh duasında oxuyuruq, dua-i subhdə. Ey o kəsi ki, əminamanlıq beşiyində məni yuxuya apardın. Neymətlərə və yaxşılıqlara yetişmək üçün məni ağır yuxudan oyatdın. Ona görə, əziz qardaşlar, nə qədər ki, insan gecdə ged, qəflət yuxusundan gərək ayılıb, axirət yoluna, ağzıqa hazırlamaq üçün və bu yolda qayğıya qalmalıdır. Çünki bugün bizimdir. Bugün
bir fürsətdir. Dünən keçibdir, sabadakı ya nəsib ya qismət. Bugün nə qədər gec deyil, gərək qəflətdən ayrılaq və ilahi məsuliyyəti öz üzərimizdə hiss eləyək. Və selamu aleykum və rəhmətullahi və bərəkatuhu.